Salam əziz izləyicilər. 12 Mart 2025-ci il. Gəlmişik Ağdərə rayonunun Başgüney kəndinə. Şəhidlərimizin anım günüdür. Bu gün bu da kənd sakinləridir. Gəlirlər şəhid ailələri. Gəlirlər ziyarət eləməyə şəhidlərimizi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 1992-ci ildə Martın 12-sində qarlı, boranlı havada yarım metr qar vardı buralarda. İndi bugün Allah'ın bu gününə şükür ki güneş çıxıb. Bax buradan bu cəmaət çox bu soğğunlu vaxtında ayağı yalın, baş açıq ermənilər təcavüz elədi. Bu kəndə bax işğal elədilər. Cəmaət çox pis vəziyyətdə buradan köçdülər, getdilər. Buradan mənə göstərə bilərsinizmi ki, hansı o vaxtı bu kənddə şəhid olub qalanlar, hələ nəticə tapılmayanlar? Davud. Bir deyir. Baba bunlardır. Bax, bu şəkillə göstər. Ailəvidir. Yox, bu şəkil yoxdur bunlarda. Bu ailəvidir, Kom. Bəli. Nizami. Bəli. Nərgiz. Bəli. Ziya. Qurban. İsa dayı. Əvəz dayı. Əvəz dayının oğlu da bilir bu. Əsəddin. Novzov Əsəddin. Bu sonra Qəzənfər əmməndə rəhmətli Ələddin dayının. Kimdir bu? Bu dedim Ziyanı. Novzov Ziya Əvəz oğlu. Bəli, bəli. Bir evdən 2 nəfər. Bəli. Onlar deməli nəşə hələ tapılmayıbdır. Möhəmmədə sonradan tapdıq. Ev için nəşini tapdıq, apardıq. Uzundərədə Şəhidlər Xiyabanında dəfn elədik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bu da İbrahimov İman Fərhadoğludur. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi, xalqımızı, millətimizi qorusun. Bax, bugün gəlmişik, bax, görsən, təbiətə bax, məşallah. Halbuki, həqiqətən o vaxt Martın 12-sində çox qarlı, boranlı hava var idi. Amma bugün gün çıxıbdır. Kariyerdə, Paprivetdə kariyerdə tapıldı. Daimlə bir yerdə idi. Daimlə Allah rəhmət eləsin cəmi şəhidlərimizə.